Uşağımın qarnı ağrıyır, nə vaxt cərraha müraciət eləməliyəm? Deməli, uşaqlarda qarın ağrıları hər yaşda fərqli səbəblərə bağlı ola bilər. Uşaqlıq yaşında fərqli cərrahi səbəblər qarın ağrısı verə bilərlər. Amma hər qarın ağrısı patolojikdirmi, hər qarın ağrısı cərrahidirmi? Əgər uşaqlarda qarın ağrısı ilə bərabər sarı, yaşıl öd qusmaları, ödlü qusma, yüksələn hərarət, iştahsızlıq, halsızlıq kimi şikayətlər varsa, bunlar ciddi əlamətlərdir və bir cərrahın görülməsi məsləhətdir. Hansı patologiyalar uşaqlarda qarın ağrısına səbəb ola bilərlər? İnvajinasiya dediyimiz bağırsaq düyünlənməsi, apenditsit kimi cərrahi patologiyalar şiddətli qarın ağrısı ilə müşahidə oluna bilirlər. Ailələr bəzən bu qarın ağrısını bəsit ağrılar kimi nəzərdə tutduğuna görə cərraha çox gec müraciət edirlər və bu kimi hallarda bağırsaqlarda dəlinmə, apendisitin partlaması kimi hallar müşahidə oluna bilir. Əgər qarın ağrısı ilə bərabər xüsusilə dediyimiz kimi şikayətlər varsa, erkən dönəmdə cərraha müraciət etməyiniz məsləhətdir.